Qayna olursunuz müəllim bizim. Çok güzel, çok güzel. İki hediye aldı, ikisini de üstü hediye verdiler. Arzuculuk şirketine teşekkürler ediyoruz. Bizim için, bizim meyvelerimiz için, uşaqlarımız için böyle şərait yaradıklarına göre. Çok sağ olun. Uğurlu olsun inşallah. Nətər son bağışladı bugün mənim şirkəti? Əla, çox gözəl, işçilər əla, kollektiv gözəl, mallar keyfiyyətli, ucuz, sərfəli. Hamını dəvət edirəm, gəlsin. Hədiyyədən ala bildiniz mi? Bəli, aldım. Aldınız. Deyəsə rəfiqənizlə gəlmişsiniz. Bəli. Buyurun. Rəfiqəmi tanır. Yox, xanım da alın. Buyurun, buyurun keçin. Allah hədiyəmizi göstərə bilərik. Sizi də göstərin. Buyurun, siz də sözünüzü deyin. Çox gözəl, mən də xoşladım. Əlbəttə ki, hamını dəvət edirik. Çox sağ olun, təşəkkür ederim. Aluzluq şirkəti sizə nə təəssürat bağışladı? Razı qaldınızmı bizim keyfiyyətlərdən, hədiyyələrdən? Bir özünüzü təqdim edin. Çok güzel. Adım Hacaradır. Burada yaşayanam. Yani yaxşıdır.
Sağ olsun bunu təşkil edənlərin. Yəni sizə bu ünvana yaxınlığınıza sizə sərf elədi mi belə bir? Bəli, yaxınlıqda yaşayıram mən, yaxşı. Əladır, münasib qiymətli. Yəni hədiyyəsi də var da üstündə. Təbii ki, hədiyyənizi ala bilirsiniz. Yəni. Hədiyyəni inşallah Sizə var. təşəkkür edirəm. Sağ olun. Çox sağ olun sizə. Yəni qiymətlər Gözəldir. keyfiyyət, hədiyyələr. Çox gözəl. Allah xeyir versin. Allah xeyir versin. Çox gözəldir. İnşallah daha da gözəl olar bunlar. Çox gözəl. Balaca nəsə demək istəyirsən, de. Çox gözəldir, çox razı qalmışıq. Keçidlər qəşəngdir, mallarımız gözəldir. Biri-birindən laf gözəldir. Çox uğurlu, xeyirli olsun. Belə uğurlu olsun, yaxşı olsun. Bugün Al Ucuzluq şirkətinin Binəqədi rayonunda açılışıdır. Xırdalan Binəqədi yolu üstündə olan açılışıdır. Çox xoş oldu bizə. Həqiqətən də adına uyğun olan, həqiqətən də adı ilə özü səsləşir. Çox münasib qiymətlərdir. Alıcı olaraq nədən razıyam? Rəftardan, satıcıların mədəni rəftarından çox diqqətlidirlər, həqiqətən. Sakitlikdən, hər bir yerdə belə mədəni şərait olsa, hamıya xoş olar. Qiymətlər də münasibdir. Sözün düzü, mən namaza gəlmək istəyirəm Allahın köməyi ilə. Burada namaz olan heç üstündə yazmamışlar sözü. Sadəcə soruşdum ki, mənə rahat paltar. Həmin dəqiqə dedilər ki, burada belə bizim güşəmiz var. Mən şükür edirəm Allaha ki, namaza gəlməyimi, ilk namaz paltarıma bu mağazadan olan geyimlərlə eləyəcəm. Hər bir sahə, düzdür, kiçik sahələrdir, amma zəngindir. Zövqləri çox xoşumuza gəldi. Həqiqətən zövqlə. Bizi nəzərə aldıqlarına görə biz sizə təşəkkür edirik. Bu bizim səmimi sağolumuzdur. İşiniz avan olsun. Öncəliklə bütün müştərilərimizi bir daha salamlayırıq. Biz bugünkü gün Xırdalan Binəqədi şosesində yeni filialımızı açdıq. Allaha şükür, xalqa xidmətimiz göz qabağındadır, göz qarşısındadır. Biz xalqa xidmət edirik. Bizim işimizin axır məqamı odur ki, xalqa xidmət qoydu. İnşallah davamlı olar. Biz də müştərilərimizin hamısını bir daha da yenə bu sayt vasitəsilə, internet vasitəsilə mağazalarımıza dəvət edirik. Hədiyyələrimiz var, gün ərzində hədiyyələrimiz davam edəcək. İnşallah sabahdan bonus kartımızda fəaliyyət göstərəcək mağazalarda. Yenə təşəkkür edirəm bura gələn müştərilərə, bizi izləyən müştərilərə. Allah bərəkətli ruzulu eləsin. Çox sağ olun.